Kamil Zeynallı, sən o şərəfsizydin ki, 20 yanvar şəhidinin qızını Facebookda söydün. Sən o peysər, biqeyrət şərəfsizydin ki, idman zalında sənə o idman zalına gələn qızları sən polis rəislərinə, məmurlara çıxardırdın. Yəni, mamarozalıq edirdin. Sənin haqqında çox şey bilirəm. Prosto demək istəmirəm. Sənin arvadından niyə ayrıldığını mən desəm, qoy deyim də, qoy deyim. Qoy deyim, bütün xalq bilsin bu gizli faktı Kamil Zeynal haqqında. Çünki mən demək istəmirdim, sən buna özün şərait yaratdın. Sən elə bir peysər şərəfsizsən ki, sən petoxsan, o petox məsələyə gələcəm. Arvadını məcbur edirdin ki, itdən nə bilim, cins əlaqədə olsun, nə bilim, sən də durum onun qıraqdan baxasan. Bax, bu məlumatları mənə sənin öz yaxın ətrafında olan insanlar atıbdır. Sənin necə peysər bir qeyrət olduğu. Kamil Zeynallı, sən bil ki, mən bugün İlham Əliyev sahnesində durur, əlinə hansı kremi sürtür, hansı ki, əlini cavan qalmaq üçün hansı krem sürtür, hardan o krem gəlir, başına nə vaxt rəng qoydurur İlham Əliyev, qollarını ayda neçə dəfə qırtdırır, mənim ondan belə xəbərim var. Sənin Kamil Zeynallı, sən nə vaxt yatırsan, nə vaxt durursan, ondan belə mənim xəbərim var. Sən kimin tulası olduğunu da mən bilirəm, Kamil Zeynallı. Səni məhv eləyərəm. Get, dalına girənlə oyna, Kamil Zeynallı. Deyir, kişi kişi ilə, qadın qadınla, petox da petoxla oturub durar. Necə ki, sən bugün tolik petoq ilə, petoq tolikdən bugün çıxıb bizi təhqir elədin. Eşşək anqıra tayin tapar. Sən də anqırdan elə özün kimi perpetoqu tapdın da orada petoqu. Petoq tolik, özün petoqsan ona görə. Arvadva heç bir şey eləyənmədi. Kamil Zeynallı, indi nəysə, çox uzatmaq istəmirəm. Kimlərdən, nəysə. Ağıllı ol Kamil Zeynallı, ağıllı ol. Sənin elə sirləri bir deyərəm, bir də efirə çıxan mərsən. Get, ağıllı ol. Bir də çaşıb blogerlər, Avropada yaşayanlara qarşı blogerlərə çaşıb nəsə səhv buraxma. Yenə çıxıb desən, bu dəfə başqa videolar çəkəcəm.